Vaxtınız xeyir olsun yoldaşlar. Demək, vəsaitimizin 8-ci nəşrindəki 3-cü sınavına baxaraq birinci sual. Deyir ki, qaçaraq sözünün təhlillə bağlı hansı fikirlər uyğun ödəyir? Qaçaraq sözü feildən düzələn zərf ola bilər və o zaman da vurğu sonda olur. Bir də feili bağlama ola bilər. O zaman vurğu ikinci hecədə olur və quruluşda sadə söz olur. Vurğuya görə başlanğıc forması fərqlənib, doğrudur. Vurğu sona salanda zərf olur, sondan bir əvvələ salanda isə feili bağlama olmuş olur və müvafiq olaraq həm qaç, həm də qaçaraq şəklində başlanğıc formasını götürə bilərsiniz. Başlanğıc formada deyil, bu ehtimaldır. Çünki zərf olanda başlanğıc formada olur, feili bağlama olunca başlanğıc formada olmur. Müxtəlif səslər eyni hərflə yazılmışdır. Bu ehtimal deyil. Qaçaraq sözündə q x-ya keçmiş olur. Baxsan, hər ikisi q ilə yazılır, amma biri q, biri x səsini vermiş olur. Bu ehtimal deyil, faktdır. Tərkibindəki şəkilçi quruluşun dəyişib bu ehtimaldır. Çünki araq leksik də ola bilər, qrammatik də ola bilər. Yəni quruluşu dəyişə də bilər, dəyişməyə də bilər. Cümlədə zərfliyin ifadə vasitəsidirsə zərf ola bilməz. Yanlışdır. Məsəl üçün o vergül qaçaraq getdi. Burada artıq o vergül də sənə istiqamət verir ki, bu bir mənalı şəkildə zərfdir. Bir də deyirəm ki, o qaçaraq getdi. Vergül qoymuram. Bu zamanda feili bağlama olur. Yəni zərfliyin ifadə vasitəsi olanda feili bağlama da ola bilər, zərf də ola bilər. Ola bilməz deyir, səhv deyir. İnkar şəkilsi qəbul etsə, kökü və başlanğıc forması fərqlənər, yanlışdır. Çünki inkar şəkilsi qəbul etsə feili bağlama olacaq. Feili bağlama olanda da sadə olur. Köklə başlanğıc forma eyni olmuş olur. Ona görə cavab olar 1, 4, 5, 6. 2. Verilən xüsusiyyətlərdən yalnız birini özündə daşıyan söz hansıdır? Tərkibində qapalı sahitlər daha çoxdur və vurğusu sonuncu hecadadır. Briqadir və briqada. Bu sözlər bir-birinə çox yaxın sözlərdir. Amma briqadir sözündə tələffüz sondadır, briqada, bunda isə vurğu ikinci hecadadır. Tərkibində qapalı sahitlər daha çoxdur, vurğu sonuncu hecadadır. A-da verilən hər ikisini ödədiyinə görə ödəmədi şərtini. Briqadir deyil bu sözün tələffüzü. Briqada, burada isə qapalı sahitlər azdır, vurğu sonuncu hecada deyil. Bu ümumiyyətlə heç birini ödəmədi. Buldozer, vurğu ikinci hecadadır, qapalı sahitlər azdır. Sonra bədahətən, burada yenə qapalı sahit ümumiyyətcə yoxdur, vurğu da sonda deyil. Cavab olardı bütünlüklə vurğu düşür 3-cü hecaya və qapalı sahitlər daha çoxdur. Demək ki, vurğu sonuncu hecadadır. Bunu ödəmədi, birincini isə ödədi. Cavab da doğrudur. 3-cü sual. Klaster əsasən əvəzlik işlənmiş cümlə ilə bağlı uyğunluğu tapmaq lazımdır. Bu tip klasterlərin işləməyi ilə bağlı YouTube kanalımıza yetəri qədər izahı var deyə mən birbaşa sualın izahına keçəcəm. Ən bəsit tərəfi də nədir? Düşünün, burada bu cədvəl yoxdur. Götürün A-da və B-də verilən fikirlərə, variantları uyğunlaşdırın. Ondan sonra cavab çıxarmağa çalışın. Nümunədə iki şəxs iki işarə əvəzi işlənmişdir. Baxırıq, birinci verilən nümunədə o və bu əvəzlikləri işarə əvəzliyidir. Amma ikinci verilən nümunədə onu və bunu əvəzlikləri isə artıq ikisi də eyni formada olsa da onu şəxs əvəzliydi, bunu isə işarə əvəzliydi. Demək, iki şəxs iki işarə əvəzi işlənib birinci əldə edə bilmədik. İkinci verilən nümunədə isə iki şəxs əvəzliyimiz var, amma iki işarə əvəzimiz yoxdur. Demək, C-ni biz heç bir cümləyə uyğunlaşdıra bilmirik. Atdıq kənara bunu. Daha sonra fərqləndirilən söz müstəqil şəkildə cümlə üzvüdür. Olmur, yoxdur mənasını ifadə edir və mürəkkəb feilin tərkib hissəsi deyil, müstəqil şəkildə cümlə üzvüdür. Demək, D-ni mən birinciyə yaza bilərəm. Burada artıq isə ədatdır. Müstəqil şəkildə hər hansı bir cümlə üzvündə olacaq bir ifadə deyil. D-ni ikinciyə yaza bilmərik. Getdi. İsmail şəkilçi qəbul etsə də ismin sualına cavab verməyən söz işlənmişdir. Baxırıq, birinci nümunədə var mı elə bir şey? İsmail şəkilçi qəbul etsin, amma ismin sualına cavab verməsin. Elə şey yoxdur. Amma ikinci nümunəyə baxsaq, orada səhərlər sözü var. Nə zaman sualına cavab verir? Səhər zərfi İsmail olan lər şəkilçisini qəbul etsə də, yenə də zərf mövqeyində zərf sualına cavab verməyə davam eləmiş olur və zərflik ronda da çıxış edir. Ona görə biz həmin fikri uyğunlaşdıra bilərik buna. Eyni də yazıram ikinci cümləyə. Daha sonra əvəzlikdən düzələn söz işlənən nümunədə şəxs əvəzlikləri müxtəlif cümlə üzvü rolundadır. Bəli, sənli sözü əvəzlikdən düzələn sözdür və şəxs əvəzlikləri baxsan işlənirmi burada? Bizim bir dənə onu var şəxs əvəzliyimiz. Bizə nə deyir? Şəxs əvəzlikləri deyir. Başqa bir şəxs əvəzlikliyimiz yoxdur. Atıram bunu kənara. Birinci yaza bilmirəm. İkincidə də əvəzlikdən düzələn söz yoxdur deyə bunu da uyğunlaşdıra bilmirik. Nümunədə zərflə amonim olan leksik mənası olmayan söz işlənmişdir. Bunu biz artıq sözünə aid edə bilərik. Artıq zərf kimi də işlənə bilən, ədat kimi də işlənə bilən sözdür. Zərf olanda artmaq feilinə ı qoşuruq, düzəltmə tərz hərəkət zərf əmələ gəlmiş olur. Ədat olaraq da sadə. Demək ki, yeni biz ikinciyə yaza bilərik. İndi uyğunlaşdırası olsaq, 1-ə əgər D-də olan fikri yazsaq, 2-yə gedə bilər. Daha doğrusu üzr istəyirəm. 1-ə əgər A-da olan cümləni yazsaq, çünki cümləmiz A-dadır. 2-yə getməlidir D. Elə bir variantımız varmı? Yoxdur. Demək ki, biz bu uyğunluğu götürə bilmirik. 1-ə əgər B-ni yazsaq, 2-yə E-də və G-də verilən cümlələr
götürülə bilir və cavab olur C variantı. Üçüncü sual bizdən birləşmə nas tərəfin fail təhlilində aid olan fikirləri tapmamızı istəyir. Əzmkarlıq nümayişi özündən sonra samit gəlir. Bunu nəzərə alaraq baxırıq. Tələffüz zamanı bir qapalı sayt artırırıq və özündən sonra samit gəldiyinə görə qını x kimi tələffüz eləmiş oluruq. Uyğunlaşdıraq. Sözdəki sayı səslərin sayı qədər heca var. Heca sayt səslərin sayı qədər deyil, sayt hərflərin sayı qədər olmuş olur. Bəzən sözdə sayt cəhətdən səs artımı olar. Onunla aldadıla bilərlərsə ehtiyatlı olun. Çünki sayt səsin 4 dənədir, amma hecan 3 dənədir. Demək, birdə verilən fikir yanlışdır. Kəmiyyət baxımından əziyyətlə sözü ilə eynilik təşkil edir. Əziyyətlə sözünü tələffüz etsək, y-nın biri düşür, sonda bir dənə n qoşuruq. 9 səs var. Əzmkarlıqda isə 10 səs var. Demək ki, bunlar kəmiyyət cəhətdən eyni deyil. Kəmiyyət say deməkdir. Sözdə ğıl səsinin kar qarşılığı, yəni x iştirak edib, düz deyir. Burada x var da, 3-ü götürdün. Fərqli tələffüzün ilki leksik şəkilçiləri xeyr, kökdədir. Fakültə sözündə olan səslərdən 3 işlənmişdir. Bax, A var, sonra K səsi var, bir də Ə səsi var da. Demək, 3 dənəsi işləndi, doğru fikirdir. Cavab olmalıdır, B-də verilən fikir. 5-ci sual. Cədvəldəki hansı sözlərin yeri düzgün deyil? Baxaq, feilin yalnız bir şəklində başa düşülən sözdür. Düşünməyin sözü. Təsriflənən feil kimi sadəcə əmr şəklində ola bilər. Bu qaydasındadır. Oxudum sözünü isə həm feilin əmr şəklində düşünə bilərsən, başlanğıc formaya şəxs sonuna qoşursan və ya zaman şəkilçili söz kimi düşünə bilərsən, o zaman da xəbər şəklindədir. Demək, ikinin yerini dəyişməlisən. Bitirdi sözündə bit sözün kökü ir-leksik, d-qrammatik və ya bit sözün kökü ir-d, hər ikisi qrammatik. İstənilən halda da bunu xəbər şəklində götürəcəksən. Yəni, bu söz feilin sadəcə xəbər şəklində işlənir. Niyə? Çünki vurğu sonuna düşürsə, şuhudi keçmiş zamandadır. Vurğu ikinci hecəyə düşürsə, o zaman da indiki zamandadır. Nəticə etibarilə zaman şəkilsi var deyə xəbər şəklindədir. Amma içirsə sözündə iki cür düşünə bilərsən. Vurğunu saya salsan, şərt şəklindədir. İra salsan, xəbər şəklindədir. Bu qaydasındadır. Cavab 2 ilə 3-də verilən fikirlər olmalıdır. Sonra 6. Sevinmişdir sözündə fərqləndirilən samiti, l samitini əvəz etsək nələr olacaq? Bu söz quruluşca sadədir. Sevmək və sevinmək arasındakı məna cəhətdən yaxınlıq olmadığına görə birbaşa sevin sözün köküdür. L ilə əvəz etsək olacaq sevmək, sevilmək şəklində. Yəni, sadə olan söz quruluşda düzəltmə olan sözə keçmiş olacaq. İstəyirsə bunu götürə bilərsən. Feilin qrammatik mənası dəyişəcək. Bəli, sevinmək məlum növdədir, sevilmək isə məhsul növdədir. Şəkil dəyişmir, çünki mış zaman şəkilsi var, yenə də xəbər şəklində qalır. Qayıdış növdən məhsula keçir, xeyr, məlumdan məhsula keçmiş olur və tərkibində leksik şəkilçi işlənmiş olur. 7. Cümlənin təhlilində aid olan fikirlər istəyir bizdən. Tələbəlik illərindən tanış olduğum Orxanla rastlaşanda keçmişi dönə-dönə xatırlayırdım. Baxaq, təhlilində aid olan fikirlər istəyir. İki feili bağlama işlənsə də bir tərkib yaradıb deyir bizə. Bax, xatırlayırdım. Nəyi xatırlayırdım? Keçmişi. Nə qədər? Dəfələrlə. Bir neçə dəfə. Burada dönədən ifadəsi feili bağlama deyil. Yəni, keçmişi kimsə fırlanaraq, hərəkət edərək xatırlamır da, bir neçə dəfə üzərində düşünə-düşünə xatırlamış olur. Nə zaman keçmişi dönə-dönə xatırlayırdım? Tələbəlik illərindən tanış olduğum Orxanla rastlaşanda. Burada bir rastlaşanda feili bağlamamız var, o da tərkib yaradıbdır. İki feili bağlama işlənməyib. Atdım kənara. Düzəltmə sözlərdən biri yərik haldadır. Baxaq, tələbəlik illəri. İkinci növ təyin söz birləşməsidir. Birinci tərəfi qeyri-müəyyən yərik haldadır. Uzlaşma əlaqəsinə görə sintaktik əlaqədə əsas tərəfdir. Bəli. İkinci və üçüncü növ təyin söz birləşməsinin aslı tərəfi uzlaşma əlaqəsinə görə əsas tərəfi olmuş olur. Bu qaydasındadır. Feil-sifət tərkibi feili bağlama tərkibi nas tərəfində işlənmişdir. Doğrudur. Baxsan, tələbəlik illərindən tanış olduğum feil-sifət tərkibidir, amma birləşmə nas tərəfinə gəldi. Quruluşca mürəkkəb olan zərf xəbər şəklində olan quruluşca düzəltmə feilə aiddir. Quruluşca mürəkkəb olan zərfimiz quruluşca sadə olan xatırlamaq feilinə aiddir. Bu söz quruluşca düzəltmə deyil, xatır deyə bir ifadə yoxdur. Təsriflənən feilə aid olan subyekt işlənməyən cümlədə bütün feillər məlum növdədir. Bəli, təsriflənən feil xatırlayırdım. Bunun subyekti, yəni işi icra edəni mən ola bilər. O da cümlədə yoxdur, buraxılıb. Və bütün feillərimizdən məlum növdədir. Rastlaşmaqda laş parçalanmır, bir yerdə gedir. Ona qarşılıq növ demirik. Demək, 3-də və 5-də verilən fikirlə yanaşı 2-ni də götürük, cavab olurdu. 8. Uşağın paltarları geyindirilmişdir. Sözün kökü geymək, geyinmək, geyindirmək, geyindirilməkmişdir. Bu şəkildə təhlil edirik. Sözün kökü olan geymək sözü məlum növdədir. Məlum növdən qayıdış növ yaradırıq. Qayıdış növdən yenə məlum növ formalaşmış olur. Çünki geyindirmək sözü kimsə tərəfindən icra ediləcək bir şey deyil.
Yəni məsəl üçün deyək ki, mən paltarı geyindirdim. Birbaşa subyekt var da, sən kiməsə deyirsən, onun vasitəsilə iş icra edilmir. İcbar növdə nə var? Bir var yönəldici subyekt, bir var icraçı subyekt. Burada icraçı subyekt eynidir. Mən paltarı geyindirdim. Anası paltarını geyindirdi. Anası özü işi icra eləmiş olur. Anası paltarını geyindirdi. Dırdan sonra bir t olsa o zaman icbar ola bilərdi. Çünki subyekt icraçı mövqeyindədir, yönəldici mövqeyində deyil. Diqqət etmək lazımdır. Şurada keçmiş zamanda işlərim səhvdir. Çünki nəqli keçmişdədir. Oradakı d hissəci idi. İcbar növdə olan feildən düzəlmiş feildir. Bu söz məlum növdən keçir yaranır. Nə? Məhsul. Feilin qrammatik məna növünü tapmaq üçün ən sonuncu lek şəkilçiyə baxmaq lazımdır. Demək, icbar növdə olan feildən düzələn feildir, səhv deyil. Məlum növdən məhsul növ yaranır. Axırıncı ılı siləndə geyindir qalır. O da az öncə dedik, məlum növdədir. Sözün kökü və yaranan ilk hissəsi eynidir, düzdür. Feil icbar növdə işlənib, səhvdir. Məhsul növdə işlənib, bu isə doğrudur. 9. Hansı isimlər mübtədiyə aid hökmü bildirmir? Yəni cümlədə xəbər mövqeyində çıxış eləmir. Yaralı sözü sifətdir, bunu kənara atacaqsan, götürmürsən. Və beyin və boyun sözlərini çox əminliklə götürə bilərsən, çünki bunlar təsir yaldadır. Təsir yaldadan sonra cümlədə xəbər mövqeyində işləmir. Cavab olaraq zehin sözü və çiyin sözü. Bunları gələndə isə çiyin sözünün kökündə düşmə var deyə yalnız adlı qaldadır. Zehni sözü isə həm adlıq, həm təsirdə düşünə bilərik. Yəni bu bildirə də bilər, bildirməyə də bilər. 10. Bitirdi sözün bu formada təhlil etsək, bit sözün kökü irleksik, diqrammatik, vurğu sona düşür. Feildən düzələn feildir, məlum növdədir, həmçinin şuhudi keçmiş zamandadır. İndiki zamanda deyil, tərkibində hissəcik yoxdur. Vurğu zaman şəkilsinin üzərindədir, indiki zaman şəkilsindir. Səhvdir, çünki burada indiki zaman şəkilsi yoxdur. Başlanğıc formasında zaman şəkilsinə anonim olan qrammatik şəkilsi işlənib. Xeyr, başlanğıc formasında zaman şəkilsinə anonim olan leksik şəkilsi işlənmişdir. Və cavab olur, şöyle keçmiş zamanda olması dəqiqdir. 11. Nümunənin təhlil ardından fikirləri seçmək lazımdır. Niyə baxışların üşüdür məni, qəlbim ki qəlbində qızınmaq istər. Burada qızınmaq sözü feildən düzələn feildir və qızınmaq sözü qayıdış növdə işlənən feilimizdir. Bu qaydasında. Təsvirlənən feillər xəbər şəklindədir. Doğrudur. Burada baxsan, üşümək, üşütmək, zaman şəkilsi var. Oradadır, şəxs sonluğu deyil. Həmçinin burada istə, istəyər deməkdir. Zaman şəkilsinin saati düşübdür. Demək, təsvirlənən feillərimiz xəbər şəklindədir. Bu qaydasındadır. Yəli yallı isim feildən düzəlmişdir. Sənin baxışların. Bu feildən düzəlibdir, amma yəli kallı deyil, adlı kallı isimdir. Feillərin birində dır şəkli işlənib, xeyr. Heç birində dır şəkilsi yoxdur. İsimlərin hamısı mənsubə şəkli qəbul etmişdir, bəli. Sənin qəlbin, mənim qəlbimdə qızınmaq istər və sənin baxışların üşüdür. Cavab olar 1, 2, 5. 12. Cədvələ əsasən uyğun fikirləri müəyyənləşdirmək lazımdır. Xəbəri məhsul növdə olan feillə ifadə olunmuş cümlə və həmçinin qayıdış növdə olan təsvirlənən feillə ifadə olunan cümlə. Bunları müqayisə etməyimiz lazımdır. Baxaq görək nələr olacaq bunlarda. Subyekti cümlədən itirir, bərpası mümkün olmur, səhvdir. Məhsul növ cümlənin xəbəri kimi işlənir. Məsəl üçün yazıldı söz, məhsul növdədir. Məktub yazıldı. Mən bunu subyekti bərpa edə bilərəm. Məktub anar tərəfindən yazıldı. Demək, bərpa etmək mümkün olmur deyir, səhv deyir. Subyekt və obyekti ilə birlikdə işlənə bilir, bəli, məktub anar tərəfindən yazıldı. Şəxsi cümlənin xəbəri olmur, qeyri-müəyyən şəxsi cümlənin isə xəbəri ola bilir, bəli. Şəxsi cümlənin xəbəri əsasən təsvirlənən feil olaraq şəxsiz feillər olmuş olur. Və bu müəyyən şəxs cümlənin xəbəri ola bilir, qeyri-müəyyən xəbər ola bilər. Məsələn, deyirəm ki, dünən yazıldılar. Daha sonra xəbər qayıdış növdə olan təsvirlənən feillə ifadə olunan cümlədə subyekt adlı qaldı olsa da obyektdə halca ondan fərqlənir, xeyr. Çünki onun obyektindən subyekt eyni olur axı. Məsələn, deyirsən ki, duman çəkildi. Duman həm obyektdir, həm subyektdir. Hər ikisi hal cəhətdən də elə eynidir. Subyekti cümləyə tamamlıq rolunda bərpa oluna bilər. Xeyr, subyekti ilə cümlənin içərisində olur əgər cümlədə işlətmisənsə. Müəyyən şəxsi cümləni və əmr cümləsinin xəbər kimi işlənə bilər. Bəli, duman çəkildi, bir də duman çəkilsin. Müqayisəli bir əmr cümləsidir. Biri deyək ki, nəqli cümlədir və əksi müəyyən şəxsli cümlədir. Ona görə cavab olar 2, 3 və 6-da verilən fikirlər. 13. Hansı sözün izahı düzgün verilmişdir? Tarixi sözündə i şəkilçisi iv şəkilçisidir. I-4 şəkilçisi deyil. I-4 şəkilçisi əsas etibarilə forma, iv isə keyfiyyət yaradan şəkilçilərdir. Oradan fərqləndirə bilərsiniz. Qaldırıcı sözündə sözün kökü qaldırmaq ıcı leksikdir. Burada bir leksik var. Yollanmaq yalnız məlum növdə işlənmiş olur. Xeyr, məhsul növdə işlənə bilir də. Məsələn, məktub yollandı. Kimsə tərəfindən harayasa göndərildi mənasını ifadə edə bilir. Atası tərkibcə 3 cür təhlil edilən sözdür. Bunu tərkibcə 3 cür təhlil edə biləcəyimiz məsələsi yoxdur. Deyək ki, yazmağa çalışaq. Bir var ata, onun atası məqamında.
və yaxud da ata sözün kökü, daha doğrusu at sözün kökü, ası feilin lazım şəkli və ya feilin təsriflənməyən forması kimi düşünə bilərsən. Hara fırlasan da bunun sadəcə kontekstdən mənasını fərqli düşünə bilərsən. Təhlil forması eynidir. Oxuduldu. Bayaq dedik. Ən sonuncu leksik şəkilçi nədirsə, ona görə də növ şəkilçisi olaraq, ona görə də feilin qrammatik mənasını tapırsan. 14-cü sual. Qayıdış və məlum növləri müqayisə etmək lazımdır. Yalnız feillərdən düzəlir. Bəli, qayıdış növü yalnız feildən düzəlir. Məlum növ isə həm feildən, həm də adlardan düzələ bilər. İşləndiyi cümlədə mübtəda işlənə bilir. Bu hər ikisinə aiddir. Ona görə ikini götürə bilmərik. Venn diaqramının sol və sağ tərəfində bir-birindən fərqlənən fikirlər olmalıdır. Həm təsdiqlənən, həm təsdiqlənməyən feil kimi işlənmək hər ikisinə aiddir. Feilin istənilən şəklində hər ikisi işlənə bilər. Qocalmaq sözü məlum növdədir. Qayıdış növdə deyil. Çünki qoca sifətindən əmələ gəlir. Bayaq dedik, adlardan düzələnlər məlum növdə olur. Quruca düzəltmə mürəkkəb ola bilər. Bu hər ikisinə aid olan fikirdir. Bunu götürmürük. Cavab olmalıdır. Demək 1 və 5-də verilən fikirlər. Yəni C variantı. Daha sonra 15, yox 16 idi bu. 14-dən 16-ya keçib. Yoxsa 16 2 dənədir. Bunu 15-ci sual kimi qeyd yazın bura. Təəssüf ki, belə düşürdür başlığı. Ona inşallah ki, biz baxarıq. Hansı frazeoloji birləşmələr amonimdir? İşi ucu görmək, çap olunmaq mənasını, bir də ola bilər ki, azad olmaq mənasını ifadə edə bilər. Davamlı şəkildə müəyyən bir yerdə həbsdə qalan bir şey, bir adam haqqında deyiləcək bir ifadə daxil ki, işi ucu görür. Yəni azad oldu, azadlığa çıxdı mənasında. Daha sonra boğaza gəlmə ifadəsi, bunu sadəcə bir düşünə bilərsiniz. Boğaza gəlmə adətən xəstələnmək halında boğaz şişəndə deyiləcəyimiz bir ifadədir. Beli bükülmək, burnucu gönəmək. Burnucu gönəməyin amonimliyi yoxdur. Biri həqiqi, biri məcazi deyə buna amonim deyə bilmirik. Sonra cuşa gəlmək, cana gəlmək. Cuşa gəlmək ifadəsində də amonimlik yoxdur. Çünki bu ifadə sadəcə bir mənası var da, coşmaq, hərəkətə gəlmək, həvəslənmək mənasını ifadə eləmiş olur. Sonra əlavət bəsləmək və eyni asılmaq. Əlavət bəsləmək kimisə demək, düşmənçilik etmək, kin, nifrət saxlamaq falan bu mənanı ifadə eləmiş olur. Bunda hər hansı bir amonimlik yoxdur. Sonra dil çıxarmaq, göyə sovurmaq. Dil çıxarmaq ifadəsi ola bilər. Amonim kimi necə ola bilər? Bir, kiminəsə nəyisə xahiş edib, yalvarıb istəmək mənasındadır. Bir də ki, etiraz eləmək mənasındadır. Daha sonra göyə sovurmaq ifadəsi. Göyə sovurmaq ifadəsi bədxərclik eləmək mənasında ola bilər. Yəni, əlində nə varsa, xərcləyirsən, dağıdırsan mənasında. Bir də kimsə nəyisə məhv etmək mənasındadır. Cavab olar. Daha sonra 16-cı sual. Bizə deyir ki, burada xəbəri qarşılıq növdə olan, təsdiqlənən feillə ifadə olunan cümlə üçün verilən fikirlərdən hansı doğrudur? Cümlədəki subyektlər işin icrasını eyni istiqamətdə edəcəklər. Qarşılıq növdə demək, subyekt hər zaman işlənmir. Bizə nə lazımdır? Bizə deyir ki, fikir elə bir nümunə qurmaq lazımdır ki, həmin o fikir tam doğru olsun da. Qarşılıq növdə olan təsdiqlənən feillə ifadə olunan cümlədə subyekt işlənməyə bilər. Məsəl üçün deyirəm ki, axşam yazışdılar. Bu cümlədə hər hansı bir subyekt yoxdur. Subyekt görmədiyimizə görə biz baxa bilmirik. Bu birinci. İkinci də ki, subyektlər eyni istiqamətdə doğru iş görmürlər. Məsəl üçün, bu A subyektidir, bu B subyektidir. Qarşı-qarşıya gəlib görüşəndə bunun hərəkət istiqaməti və bunun hərəkət istiqaməti fikir ver. İşin icrasını eyni istiqamətdə eləmirlər, əks istiqamətdə eləmiş olurlar. Xəbər quruluşca ya düzəltmə ya da mürəkkəb ola bilər. Xəbər düzəltmə olmur. Xəbərin ifadə vasitəsi düzəltmə olmuş olur. Bu tamamilə yanlışdır. Həmin cümlə tabiə mürəkkəb cümlədə budaq cümlə ola bilməz. Niyə olmur ki? Məsəl üçün, onlara dedim ki, dostlar görüşdülər. Oldu. Xəbərin ifadə vasitəsi əmr cümləsinin xəbəri ola bilməsə də nəqli cümlənin xəbəri olacaq. Dostlar görüşsünlər. Oldu əmr cümləsinin xəbəri. Həmin feil kökü feil olmayan sözdən də düzələ bilər. Bəli, məsəl üçün qarşılaşmaq, salamlaşmaq sözünün kökü feil deyil, amma feildən yarandığına görə qarşılıq növdədir. Birində məhsul növdə işlənmiş feil var. Qəfildən otağa qəribə bir səs gəldi, yoxdur. Bazardakı məhsullara baxıldı. Bax, baxıldı sözünə mübtəda bərpa edə bilmirik. Kim, nə suallarına cavab verəcək bir söz bərpa edə bilmirik. Bu, şəxsiz növdə olan nümunədir. Nəzarət edilir. Yenə, baxsan, kim tərəfindən, müdir tərəfindən subyekt var, lakin mübtəda bərpa edəmirik. Bu, şəxsiz növdədir. Qonaqların hamısı qarşılanıb. Qarşılanıb kim? Qonaqların hamısı. Aha, bu məhsul növdədir. Qarşılamaqdan qarşılanmaq. Edə verilən fikirdə məhsul növü yoxdur. Düzdür, işin icrasını görə bilmirsən. Orada bir məhsulluq anlayışı var cümlənin məzmununda, amma bu məhsul növə dəlalət eləmir. Diləyim sözü deyil, dilə, dilək, im, mənim diləyim. Bir də mən bunu diləyim, arzuluyum mənasında əmr şəklində ola bilər, yer bitişdirici. Eyni şey ələk sözündədir. İsim kimi mən bunları ələyim, feilin əmr şəklində olacaq. Feildən düzəldiyini nəzərə alsaq, bitişdirici samitlə işlənəcək. Xeyr, feil olsa bitişdirici samitlə işlənir. Feildən düzəlibsə orada bitişdirici samit yoxdur. İki əvəzləməsi var.
Arzu ədatı ilə bir cümlədə işlənirsə arzu şəklində olmur. Kaş diliyim yenə də əmr şəklindədir. Sözdə səs dəyişməsi olduğunu nəzərə alsaq, feildən düzəlmiş isim olacaq. Səs dəyişməsi olurmu? Diliyim, əliyim vəziyyətində olanda feil olur. Kaş bunları əliyim, kaş bunları diliyim. Əl saiti i saitinə keçəndə nə olur? Feil olur və o bizdə ödəmə şərtimizdir. Çünki bizə isim variantı lazımdır. Cümlədə feil xəbərin ifadə vasitəsi isə yazışı və deyişi fərqlənəcək. Feil xəbərin ifadə vasitəsi onda hər ikisinə dəyişir, az öncə dediyimiz məsələ. Mənsubiyyət şəkilçili kökündə açıq sait olmayan isim kimi düşünmək mümkündür. Bəli, diləyim sözünü verə bilərsən. Ələyim sözünün isə kökündə açıq sait var. Ləngidin sözü nə etdin sualına cavab verirsə, ləng, ləngimək, ləngidi, ləngidin şəklində tələffüz olunur. Dın hissəsi d zaman n da şəxs sonluğu olaraq özünü göstərmiş olur. Kökü sifət olan xəbər şəklində olan feildir. Tənqitmək sözü və tərkibdəki şəxslərdən heç biri tənqitmək sözündə iştirak eləmir. Təng, təngimək, tənqitmək. Burada i var. Ləngdən ləngi, təngidən təngi. Tərgitməklə bu sözü qatmayın. Tərgitmək sadədir, amma təngimək isə və tənqitmək isə düzəltmə feil kimi işlənə bilir. Demək, bu da yanlış bir fikirdir. 2 leksik, 2 qrammatik var, yanlışdır. Xəbərin ifadə vasitəsi olsa xəbər quruşa sadə olacaq, təbii ki. Çünki xəbər sözlə ifadə olunur və sadə olur. İkinci şəxsin cəmində işlənmiş düzəltmə feildir. Xeyr, sən ləngidin. İkinci şəxsin cəmində olsa o zaman nə edin sualına cavab verməliydik. Məktublaşmaq məlum növdədir. Amma qarşılaşmaq fikir versən, iş, hərəkət qarşı-qarşıya icra edilən və feildən feil yaranan növündə. Yəni qarşılıq növdədir. Buradan yola çıxaq. Qarşılıq növdə işlənmiş düzəltmə feildir. Bunu ortaq verə bilməzsən. Leksi və qrammatik şəkillərin sayı fərqlidir. Baxaq. Burada leks və qrammatik şəkil sayları bərabərdir. Burada isə fərqlidir. Demək, birini ödəyir, birini ödəmir. Yalnız bir cümlə özün ifadə vasitəsi olan məlum növdə işlənmiş feildir. Bu məktublaşmağa aiddir. 2 leksik, 2 qrammatik şəkildə düzəltmə sözü bu da qarşılaşmağa aiddir. 2 variantlı şəkilçinin adlardan feil əmələ gətirdiyi bu söz birgəlik növdə deyil. Bəli, bu qarşılıq növdədir, bu məlum növdədir. Heç bir birgəlik növdə deyil. Burada qarşıdan qarşıla 2 variantlı şəkilçi Lalə adlardan feil yaratdı. Burada da Laş adlardan feil yaratdı. Demək, cavab olur D variantı. Ümumi bu qədər.